Salam, hər vaxtınız xeyir olsun. Bugün həyətdəki alçaları və pərpətöyünləri yığıb qış üçün tədarik edirik. Keçən videoda da paylaşmışdım. Pərpətöyünləri yığıram. Pərpətöyünləri çiçək açmadan, toxum bağlamadan yığmaq lazımdır. Yığıb bol suyla yaxşı yuyuram. Tozu, toxumları əgər varsa təmizlənir. Dəsmal üzərinə sərib suyunu yaxşı quruduram. Tez-tez çevirirəm ki, suyu tam çəkilsin. Qalın çubuqlardan təmizləyirəm. Çubuqlu pərpətöyünləri yalnız turşuya istifadə edirəm. Təmizlədiyim pərpətöyünləri qida paketlərinə yığıram. Bəzilərini doğrayıram, bəzilərini də bütöv halda yığıram. Hər paketə bir istifadə üçün pərpətöyün yığıram. Məsələn, yığdıqlarım salat üçün və yaxud dovğuya, çığırtmalıq olur. Fərqli miqdarda yığıram. Doğranmış pərpətöyünləri dovğuya və salata istifadə edirəm. Buzluqda istədiyiniz qədər 3-4 ay ətrini, dadını itirmədən çox gözəl qalır. Salafan paketlərə yaxşıca büküb havasını çıxardıram. Bunu stricdə də eləyə bilərsiniz. Biraz da pərpətöyündən dadlı şorba hazırlayıram. Buna Azərbaycan mətbəxində soyuq şorba deyilir. Bəzi bölgələrimizdə qatıqlı aş da deyirlər. Qatığın içərisinə pörtlədilmiş pərpətöyün, biraz düyü, şüyüd, yaşıl nanə və qaynadılmış noxud qatıram. Zövqə görə duz, istiot qatıram. Çox dadlıdır, həm salatdır, həm soyuq şorbadır. Bol vitaminli, sağlam və tutumlu bir yeməkdir. Salatımızı yedikdən sonra gedirik alçaları yığmağa. Bu cır alça cinsidir. Çox dadlıdır, turşdur. Bundan mən həm palçıq turşu hazırlayıram, həm bozbaş üçün, yəni kiftə üçün xırda turşu hazırlayıram, həm də kompot bağlayıram. Yığdığım alçaları yaxşı yuyuram. Hər balonun 1/3 hissəsinə meyvə, 200 qramlıq stakanla bir şəkər tozu və qaynar su əlavə edib bağlayıram. 1 litrlik butulkalara isə bir armud stakan şəkər tozu əlavə edirəm. Kompotların üzərini tam soyuyana kimi adyalla örtmək lazımdır. Videonu bəyənməyi, kanalı izləməyi unutmayın. Sağ olun.